Olsun, əziz sürücülər, əziz əməkdaşlar. Deməli, bugünkü mövzumuz bir neçə gün bundan öncə, ayın 29-dan bu yana sürücü təlimatı barədə, onun hüquq və vəzifələri barədə bu təlimat keçirilib. Burada əsas təlimatın məqsədi bugün Bakı şəhərində avtobus zolaqlarında hərəkət edən skuterlər və velosiped sürənlərlə bağlıdır. Burada məsələ nədir bu təlimatda? Çünki Bakı şəhərində dünyanın bir çox sivil ölkələrində, o cümlədən Avropa və digər ölkələrdə olduğu kimi bugün Bakıda ictimai nəqliyyat son dərəcə inkişaf edib və inkişaf edilməkdə gedir. İkinci məqsəd burada şəhərdaxili nəqliyyat vasitələrinin elektrikləşdirilməsində, CNC qazla işləməsində məqsəd şəhərə axın minik maşınlarının sayının azaldılması, sərnişinlərin Bakı şəhəri küçələrində rahat və təhlükəsiz hərəkəti tənzimlənməsi üçün. Burada məqsəd nədir? Burada məqsəd indi bu dəqiqə ən çox bilirsiniz də, Avropada bu dəqiqə yüksək vəzifəli şəxslər, müəyyən kriteriyalı adamlar var ki, bunlar ümumiyyətcə mini maşından istifadə eləmirlər. İstifadə edirlər, bunlar ictimai nəqliyyat, bir də həmin velosiped və skuterlərdir. Burada özünüz görürsünüz ki, bütün küçələrin hər tində, hər küçədə, hər prospektin başında görürsünüz də velosiped və skuter qurğuları var ki, orada saxlayırlar və istənilən vaxtı həmin mobil tətbiqdən həmin QR kodla girirsən, həmin iştirik koda, orada qeydiyyatdan keçirsən, pulunu ödəyirsən və çox ucuz qiymətə həmin o skuter və velosipeddən istifadə edirsən, qısa məsafələri görürsən, minik maşını öz maşınına ya avtobusa binməkdənsə daha tez tıxaclarda, daha tez velosiped və də skuterlə gedirsən. İndi burada əsas məqsəd nədir? Əsas məqsəd burada deməli, yolun hərəkət hissəsində avtobus zolaqlarında, xüsusən avtobus zolaqlarında velosiped və skuterlərin hərəkəti birmənalı hərəkətinə şərait yaradılmalıdır. Bu hərəkətdə şərait yaradan heç bir vaxt küçə prospektlərdə hər addımbaşı adam bölündür. Bu, sizin birbaşa üzərinizə düşən əsas vəzifələrin məsuliyyətdən biridir. Burada avtobus zolaqlarında skuter və velosiped gördüyünüz halda, hərəkət elədiyi halda mütləq qaydada avtobusdan skuterin arasında qabaqdan ara məsafəsi olduğu kimi yandan 1,5 metr skuter və ya velosipedlə avtobusun arasında ara məsafəsi olmalıdır. Bu ara məsafəsi nə üçündür? 1,5 metr. Çünki avtobus istər-istəməz prospektdə 40-50-60-la hərəkət edəndə velosipedlə bilirsiniz də ümumiyyətcə sağ tərəfində və sol tərəfində bu küləyin vakuum yaranır. Vakuum nəticəsində də yaranan vakuum nəticəsində, külək nəticəsində həm velosipedi aşıra bilər, həm də ki, xırda elektrik motosikletlər, skuterlər. Birisi də özü gedəndə, acı görürsünüz, avtobus gedəndə az qalır ki, velosiped, skuterlər yıxılsın. Yəni, bunları nəzərə alaraq bu ara məsafəsini, yandan ara məsafəsini mütləq qaydada saxlamalıyız, qorumalıyız mütləq. Burada əsas məqsəddə nədir? Sürücülərin səbirsizliyi. Sürücülər görürsən ki, qabaq gördünüz, indi avtobus zolaqları tamamən çəkiləndən sonra avtobus sürücülərinə hörmət, onların nizam intisamlı hərəkətinə hörmət izə daha çoxdur, nəinki keçmişdə qalandı. Yəni, keçmişdən göz aramız zolaq yox, avtobus sürücüləri hansı yoldan gəldi, alternativ yol kimi istifadə edir. Bu da yol hərəkəti qanunlarını pozmadır və yol nəqliyyat hadisələri istənilən vaxt baş verir. Burada nədir? Burada sürücünün hüquq və vəzifələrində, burada sürücünün öz vəzifələri var ki, avtobusu sürəndə öz zolağında və ya digər prospekt və küçələrdə hərəkətdə olarkən o hansı vəzifəni yerinə yetirməlidir? Sənin vəzifəni yerinə yetirməkdə burada nədir? Sərnişinlə davranış, səbirsizlik göstərməmək, səbirli olmaq, nəqliyyat vasitəsilə sazlığına diqqət yetirmək, baş verə biləcək hadisədə maksimum dərəcədə yayınmaq, baş verə biləcək yol nəqliyyat hadisəsindən
maksimum dərəcədə uzaq olmaq, sərnişinləri rahat, təhlükəsiz şəkildə mənzil başına çatdırmaq, o sizin hüquq və vəzifələrinizdir. Burada məsələ nədir? Niyə? Ona görə ki, hər, yenə deyirəm, kriteriyada olan o B, C kateqoriyası olan adamlardan elə insanlar var ki, bu dəqiqə avtobus sürücüsü olmaq istəyir. Amma görürsən ki, müəyyən şərait onu imkan vermir. Niyə? Həm psixoloji cəhətdən, çünki deyir ki, mən gündə 1000 nəfər daşıyıramsa, 1000 nəfərlə mən təmasda, bu mənim psixologiyama təsir edə bilər. Çox adamlar gəlir, gedir, təzə D kateqoriyası almış. Mən onların psixologiyasını işə götürəndə də, mən onların psixologiyasına baxıram, görəm ki, bunun psixologiyası sadəcə sərnişinlə qarşılaşacaq tərzdə deyil. Çünki niyə sərnişinlə bunlar üzləşəndə hansısa mübahisə, hansısa bir, nə bilim, nidarozmeniya başlayır davaya, ondan sonra başlayır mübahisələrə. Bu da istər-istəməz sərnişin daşıma ilə hərəkətlərdir. Burada deməli, bugünkü təlimatımızın mövzusu stresə nəzarət və münaqişələrin idarə olunması. Stresə, deməli, nəzarət nədir? Stresə nəzarət öz düşdüyün vəziyyətə ona nəzarət etməkdir. Nədir? Düşdüyün vəziyyət. Ola bilər ki, qarşında elə bir nəqliyyat vasitəsi əyləci basar, ondan sonra, elə bir ola bilər ki, yanında gedən skuter yol hərəkəti qanunu pozar, ondan sonra və digər o çatışmazlar olar ki, o görürsən, sənin psixologiyana təsir edə bilər və acımla maşına, avtobus iri qabaritli nəqliyyat vasitəsidir. Ola bilər ki, acımla avtobusu sürərsən, gedər, Allah uzaq eləsin, bir dənə yanında gedən skuterə, velosipedə və yaxud piyadəyə və yaxud solunda salanda hərəkət edən nəqliyyat vasitəsinə zərər yetirirsən. Burada məsələ nədir? Sürücülərin stres yaradan əsas səbəbləri bunlar. Tıxac və yol hərəkətin intensivliyi. Ola bilər, tıxacda dayanmışsan və yaxud sıx küçələrdə sıx maşın hərəkəti var. Sən istər-istəməz özümü əl almalısan ki, mən avtobus sürürəm, sərnişin, ictimai nəqliyyat idarə edirəm və bu boyda sərnişin daşıyıram. Sən heç bir halda stresə düşürməlisən. Sonra sərnişinlərin nasazlığı və kobud davranışı. Ola bilər sərnişindir. Verir, nədənsə evdən küsüb gələr, dalaşıb gələr və yaxud kimdənsə acığı gələr, avtobusa görürsən, minəndə deyirsən, adi bir halda deyirsiniz ki, vallahi elə sərnişinlər minir ki, zorla özünü cilovlaya bilirsən. Burada özünü cilovlamaq lazımdır, özünü stresə qapandırmaq lazımdır. Özünü əl almaq lazımdır ki, mən sürücüyəm, mən avtobus sürücüyəm. Avtobus sürücüsü bir nəfər şəxsi mini vasitəsi deyir ki, deyəsən əşi oldu, küçə çıxdı getdi. Bunu 50 nəfər, 30 nəfər avtobusun içində olan şəxslər, oradan, nə bilim, digər sərnişinlər bunu görürlər. Bu da görəndə istər-istəməz 50 nə biri var bir adam görə, sənəni səfərə gətirin, biri var 50 adam görə. Bu 50 adamın deməli avtobus sürücüsünə qarşı deməli bunun antipatiyası olur. Ki bu sürücü, nə tər bir kateqoriyalı sürücü bu sərnişin daşıyıb, bu özünü əl ala bilmir. Bu özünü əl almamaqda gətirib çıxardığı sabah müəyyən qaydada, müəyyən qurumlara həmin sərnişinlər şikayət edir və digər orqanlara çıxırlar, nə bilim, sürücü haqqında olanı olmazını sürücü haqqında deyirlər. İkinci məsələ, stres nəticəsindən olur. Diqqət zəifliyi. Stresə düşəndə diqqətin zəifliyir. Çünki sən 8 saat, 9 saat sən avtobus sürürsən. Sən stres zəifləyən fikrin zəifləyəndən sonra, düşüncən zəifləyəndən sonra. Ola bilər ki, yol hərəkətini bilmədən pozarsan, ola bilər ki, marşrut hərəkət sxemindən çıxa bilərsən, fikirlisən də, bunların hamısını mütləq qaydada özünüzdə cəmləməlisiniz və həmin o qabiliyyət, nə deyil, aqressivliyi azaltmalısınız, təbii ki. Sonra deməli, stresi necə idarə etmək olar? Stresi necə idarə etmək olar? Mütləq qaydada işə gələndə dincəlmiş vəziyyətdə, rahat şəkildə gəlin. İşdən öncə keçmiş gün, sabah işə çıxacaqsansa, heç bir halda alkoqollu içkidən və yaxud hansısa, nə bilim, psixoloji, psixi təsir göstərən hansısa maddələrdən
birisi də ictimai nəqliyyatda işləyən üçün bu yasaqdır, qadağandır. Amma ola bilər ki, bir gün ondan qabaq getmişsən, toyda, nişanda içmirsən, sabah səhər tezdən də işə çıxırsan. Təbii ki, həmin agresiya səndə istər-istəməz qalacaq, çünki o agresiya sərxoşluğun agressiyasıdır. Yəni, amma həmin gün işə çıxmayın, növbəti gün işə çıxanda rahat şəkildə təbii ki, evdən rahat şəkildə gəlirsiniz, yuxunuz öz yerində, fikriniz öz yerində, psixologiyanız öz yerində və işdə həmin o istresə düşmənmə məsələsi var. Sonra, deməli, qəzəb və əsəb zamanı tələsmədən heç bir qərar verə bilməz. Stresli adam düşür, görürsən qəzəblənir, görürsən əsəbləşir, görürsən sırazı bir qərar verir, maşın əyləcini çəkir, əl tormuzunu çəkir, avtobusun, baxmışıq da bu sosial şəbəkələrdə, görürsən əl tormuzunu istifadə edir, maşın saxlayır, sərnişinləri düşürdür, düşün, biraz acıqla, nə bilim, hansı formada. Yəni, bu qəti qadağan, sərnişin daşıma ilə bir araya sığmayan məsələlərdir ki, sərnişin daşımada bu cür hərəkətlər yol verilməzdir. Orqan əməkdaşları gəlir aparır və həmin tədbiri müvafiq qaydada görürlər. Bu şeylərdən uzaq olun və bu şeylərdən uzaq olmaq üçün də səbirli olmaq lazımdır. Özünüzdə heç bir vaxt stres, özünüzdə heç bir vaxt psixoloji, o pis durumu özünüzdə qoymayın, saxlamayın və gördüyünüz ki, ola bilər, misal ola bilər, hansısa, nədənsə, ola bilər, stresə düşmüsən, dərhal qaraja məlumat verin, biz həmin avtobusu xəttdən çıxardıb, yerinə digər sürücü və digər avtobusdan, qəbii ki, sürücünü dəyişən bəri, avtobusun dəyişən bəri, o cür bizim qərarımızdan asılır. Yəni, xahiş edirəm, bu barədə çox diqqətli olun, bu barədə də verilən təlimata uyğun hərəkət edin. Çünki bugün sizin bir harasa tələsməyiniz, sizin hansısa stresə düşməyiniz, hansısa psixoloji duruma düşməyiniz sizin üçün böyük ağır fəsadlar törədə bilər. Evdə sizin ailəniz gözləyir, uşağınız gözləyir, həmin o daşıdığı sərnişinin evində ailəsində uşaqları gözləyir və qanun hər kəs üçün şahdır, biz də ona baş verməliyik. Ona görə bu təlimatla bağlı sizdən öncə bir neçə qrup, hansı ki sürücülər vardı, onlara biz təlimatı keçmişik. Təlimatda da deyilənlərin hamısına imzalatdırmışıq. Çünki bugünkü keçirilən hər bir təlimat sabah hər kəs özü üçün öz qarantıdır. Və bugün biz Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin tələb və göstərişləri və bizim onu icra eləməmiz, sizin qeydinə qalmağınız və həm sərnişinlərin, daşıdığı sərnişinlərin, həm yolda hərəkət edən velosiped, skuter sürənlərin, həm də ki, təbii ki, öz işimizin qeydinə qalmaqdır. Ona görə qarşınızda hərəkət edən xırda minik vasitələri, elektrik velosipedlər, skuterlər hərəkətdə olarkən son dərəcədə şans yaradın, son dərəcədə onlara şərait yaradın, onları heç bir halda onları sıxmaq, onlara qarşı manevr etmək qəti qadağandır və əks halda təbii ki, qanun qarşısında bunlar hamısı araşdırılacaq. Təbii ki, Allah uzaq etsin, heç bir kəsin başına iş gəlməsin. O cür hərəkətlərdə sabada göndərilir təbii ki, müvafiq orqan tərəfindən ekspertizya göndərəndən sonra avtoekspertizlə müəyyən olunur ki, bəli, sürücü stres içində olubdur, nə bilim, acıqlı olubdur, ona qarşı agresiya olub, ona qarşı nə bilim, nə olub. Yəni, birbaşa ondan sonra da deyirsən ki, yox, mən sağımda gedəni görmədim, solumda gedəni görmədim. Görmürsənsə, görə bilmirsənsə, D kateqoriyasını avtobus sürmək üçün almaq lazım deyil. Rast almışsan, rast bunu sürürsən, idarə edirsən, avtobusun kör zolaqları var, birisi də avtobusun kör zolaqlarıdır. Dönmədə, sağda, solda stoykalar var. Bunlar hamısını sən görməlisən və borcun görməkdə və ona yol hərəkəti manevrlarında qanuna, yol hərəkəti qanunlarına rəayət eləmək sənin borcundur və ona əməl etmək
birbaşa sənin vəzifə borcundur. Ona görə xahiş edirəm, təlimata uyğun nə təlimat keçirilib, bunları qulaq ardına vurmayın, qulağınızda sırğı eləyin. Yenə deyirəm, deyilən qaydada neçə ildə hamınız peşəkar sürücülərsiniz. Maşallah mən deyək ki, bizim firmada mən deyərəm Bakı şəhərində, mən özüm üçün deyərəm, baxdığım sosial şəbəkələrdə ən az yol nəqliyyat hadisələri törədən bizim qarajdır. Çünki yol nəqliyyat hadisələrin zamanı ora hadisə yerinə gələn mənəm. Şükürlər olsun ki, çox redka hallarda olur. Olanda da görürsən ki, 5 dənə yol nəqliyyat hadisəsindən 3-ü qarşı tərəfdədir. Günah indi ola bilər ki, sizdədir. O da hansısa məsuliyyətsizliyin səbəbindən olur. Xahiş edirəm, ona görə diqqətli olun. Bu barədə də öz sürücü yoldaşlarınıza burada işlədi, işləmədi, hara getdiniz. Ola bilər sizin yanınıza yeni sürücülər işə qəbul olur. Yeni sürücüləri biz göndəririk sizin yanınıza. Burada gələndə mən həmin sürücüləri, yeni işə götürülən sürücüləri o saat mən xətt nəzarətçisi ilə əlaqə saxlayıram və həmin xətt nəzarətçisinə özüm də tapşırıram ki, həmin yeni sürücünü peşəkar, nizam-intizamlı, sərnişinlərin qeydinə qalan sürücünün yanına qoy, yanında stajirovka keçsin, sınav müddəti keçsin və sonra da işə götürülsün.